Salam değerli izleyiciler. Sizleri Romanlı Şuşa şəhərciyində Naxçıvan restoranı yaxınlığına salamlayıram. Bir değerli dostumuzun evinin çəkilişinə gəlmişik dostlar. Evimiz 2 sot torpaq sahəsinin içində 3 otaqlı 85 kvadratlıq fərdi yaşayış evimizin çəkilişinə gəlmişik dostlar. Evimiz deməli gördüyünüz kimi içərisi tam hazır vəziyyətdədir. Mərkəzi yola dayanacağa yaxındır. Həyətimizin çıxarışı da var dostlar. Nəzərinizə çatdırım ki evimiz 2 sotda da satıla bilər, 4 sotda da satıla bilər. Eğer 4 sotda satılsa qiymət fərqi olacaq. Əvvəlcədən deyim ki bu gördüyünüz evə siz sahib ola bilərsiniz. Yalnız 66.000 manat verib sahib ola bilərsiniz dostlar. Buyurun mən sizin həyətinizi tanış edeyim. Bax burada bizim əlavə çox torpağımız var dostlar. Nəzərdə çatdırım ki bax gördüyünüz bu bax burada bizim beton fundament tökülüb eyni evin proyektidir. Yəni iki qardaş, iki dost, əmoğlu yəni alıb bircə yaşaya bilərsiniz dostlar. Qonşu ola bilərsiniz. Və buyurun evin daxilinə mən sizlərə tanış edeyim. Evimiz 8 daş kürsü üzərində dostlar. Çox keyfiyyətli, monolit, üstünün kəməri, hər biri mövcuddur. Ev keyfiyyətli evdir, ona görə ürəyinə çəkiliş edirəm. Bax bura bizim birinci yataq otağımız. Düzdür, evimiz təmiri köhnəli, evdə yaşayış olmur. İstəyən olsa ki, bu aboylar qəlbinə düşürdür. Soyub 15-20 manatlıq, istəsəniz 50 manatlıq aboyda vura bilərsiniz. Və bura bizim qonaq otağı üçün nəzərdə tutulubdur. Burada genişdir. Evet, pəncərlər də kifayət qədər ölçülər, normal şəkildədir. O sizin öz fikrinizə baxın. Burada bizim hamam ayaqqabımız və burada bizim dostlar gördüyünüz kimi əlavə bir yataq otağımızdır. Mərkəzi yol, məktəb. Bax, burada bizim mətbəximizdir dostlar. Nəzərdə çatdırım ki, mərkəzi yol, məktəb, bağça, marşrut xətti, Bakubus 214 var, 214. Marşrut xəttinin 300-250 metrində yerləşir dostlar. Kim belə gözəl evə sahib olmaq istəyirsə, səhifəmizə takip atın, səhifədəki nömrəni əlaqə saxlayın. Diqqətiniz üçün təşəkkür ederim.